100-dən də 3. Hə, gedir oradan da. Şeyli. 150 də 3 manat keçir. Məhsulun qəbzinin vətəndaşa təqdim olunmamağı heç də düzgün deyil. Sizə dedim axı qəbzi falan hamısını çəkib sizə göndərəcəm. Bu axı nə dərəcə düzgündür? Məhsulu alın, gedin, çekin şəkillə göndərəcəyik. Bu da təzə çıxır. Təzə çıxmır. Bu günlərim təsadüfən internetimiz yoxdur. Biz çeki sizə göndərəcəydik. Nə kimi açıqlama verə bilərsiniz bununla bağlı? Bir dəqiqə xanım. Artıq neçənci dəfədir ki, ticarət obyektlərində istehlakçıya qəbzin verilmədiyi faktını işıqlandırırıq. Bu sıraya mebel mağazaları da daxil oldu. Qaynar xəttimizə daxil olan şikayətlə getdiyimiz məkanların birində mağazada internetin olmadığını, qəbzin şəklini çəkib göndərəcəklərini dedilər. Digərində isə çəkilişimizə əngəl olmağa cəhd etdilər. Suallarımıza baş ofisdən cavabı ala biləcəyimizi bildirdilər. Biz şimdi açıqlama veririk ki, biz onlara cavab edirik. Onda bura tam olaraq buranın fəaliyyəti nədən ibarətdir? Sakinlər də qəbz almaqda problemlə qarşılaşdıqlarını deyir. Pul çıx vermən heç mənim yadımda deyil. İstəmişəm, çətinliklə də olsa veriblər. Bu yaxınlarda mebel almışıq, amma bizə ƏDV çeki verilməyib. Xeyr. Əgər internet işləmirsə, aparat işləmirsə, onlarda rəsmi üzərinə müəyyən olan kassa mədaxil orderi var. Həmin orderdə yazıb verə bilərlər. Yəni mütləq onlarda var və həmin kassa mədaxil orderinə nömrəsi ilə baxaraq Vergilər Nazirliyi nəzarət eləyir. O birisi, bəli, yəni aparat işləmir, internet yoxdur. Bu istehlakçını başdan rədd eləyib, əslində saxta malı satıb həm də vergidən yayınmağın yollarının biridir. 4000 manatdan aşağı məbləğlərə mütləq şəkildə bu məbləğlər qəbul edilərkən mebel mağazası tərəfindən vətəndaşa ödənişi təsdiq edən qəbz və bundan başqa əlavə dəyər vergisinin, əgər vergi ƏDV ödəyicisidirsə təsərrüfat subyekti, ola bilsin ki, ƏDV ödəyicisi olmasın, kiçik mebel mağazalarında sadələşmiş vergi ödəyicisi də ola bilər, amma ənəvi olaraq mebel mağazaları ƏDV ödəyicisidir, ƏDV qəbzini də vətəndaşa təqdim eləməlidirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq bütün təsərrüfat subyektlərində, o cümlədən mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə postterminalların quraşdırılması məcburidir.